Hə dostlar, deməli mən çox qısa bir video çəkəcəm. CV-ni necə yazaq? Azərbaycanca, ingilis, rusca fərq eləmir. Baxır hansı şirkətə müraciət edirsiniz. Bu arada, əgər Azərbaycan dilli şirkətdirsə Azərbaycanca, ingilis dilli şirkətdirsə ingiliscə. Baxır da, baxır. Yəni nə istəyirlər, onların istəklərinə baxır. Yəni vakansiyanın yazılmasından da çox şey asılıdır. Sadəcə yəni siz onu artıq vakansiya əsasında, yəni ümumi məlumatlar əsasında müəyyənləşdirəsiniz ki, nətər yazmaq lazımdır. Deməli, CV-ni yaratmağın çox sadədir, yəni qaydası. Deməli, birinci nədir? ChatGPT-nin struktur müəyyənləşdirmək lazımdır. Düzgün prompt verməyi bacarmalısınız. Məsəl üçün, deməlisiniz ki, mənə CV-nin strukturasını ver ki, mən onun əsasında özümə bir CV yazım. ChatGPT sizə bir template verəcək ki, hansı ki, o template-də bir struktur müəyyənləşəcək. O strukturun əsasında siz gedib belə deyək ki, özünüzə CV yazacaqsınız. CV-də heç bir dizayn, nə bilim, o Canva şablonları və s. onların hamısını yığışdırırsınız. Çünki CV-yə o lazım deyil. Kim nə deyir desin ki, get Canva-da yarat, get harda yarat, boş söhbətlərdir. Çünki CV məlumat yığınıdır. Yəni orada əlavə heç nə olmamalıdır. Orada uzaqbaşı bir şəkil qoya bilərsiniz, hansı ki, o da lazım deyil.